Bozbaş Pictures ATV magazində. Hamımız bayaqdan danışırıq, ola bilər çox adamı montajda kəssinlər. Televiziyada belə bir biclik var ki, bu cümləni işlədirsən, bu cümlə konkret montajda kəsilmir heç vaxtı. Mən Bozbaş Pictures və ATV mağazin verilişinə uğurlar arzulayıram. Yəni bu konkret kəsilməyəcək. Mən bilirəm ki, bunu verəcəklər. Bozbaş Pictures komandasına yeni üzv əlavə olundu. Bəli, düz eşitdiniz. Zarafatları hər kəsin dillər əzbəri olan Bozbaş ailəsi yeni üzvünü ATV mağazinə təqdim etdi. Emil Abdullayev bizim dostumuzdur. Xoş gəlib bizim aramıza. Xəbəriniz olsun ki, onların sevənlərinə yeni xəbəri var. Ötən il biz film çəkdik və filmimiz marağa səbəb oldu, tamaşaçı marağına səbəb oldu. Amma buna baxmayaraq müəyyən nöqsanlar var idi, müəyyən tənqidlər var idi, hansı ki onları biz sağlam şəkildə qəbul elədik, bütün komanda şəklində və söz verdiyim kimi ikinci işimiz daha maraqlı, daha keyfiyyətli, daha gülməli olacaq. Ona görə də ikinci filmimizdə biz nəyə qərarı aldıq? Yaxşıların yaxşısını toplayaq ətrafımıza, ən yaxşısını isə təqdim eləyək. Ona görə də bu yay istirahət eləmək yoxdur. Yayda istirahətə yox deyib, dayanmadan çalışmaq qərarına gələn komanda üzvlərinə filmin adı ilə bağlı soruşduqda görün necə cavab verdilər. Filmin adı bəlli deyil və filmin adı Ay Brilliant filmində necə idi? Film çəkildi, montaj olundu, artıq filmin PR-ına başlamaq vaxtıdır ki, neyək filmə ad fikir edək. Ramil Babayev ikinci filmlərinə o qədər güvənir ki, hətta bu filmin digər filmləri keçəcəyini də düşünür. Mənə elə gəlir ki, biz bu dəfə sözün əsl mənasında çox gülməli bir film çəkəcəyik. Emil Abdullayev qardaşımız Türkiyədə oxuyub, rejissorluğu oxuyub, bu adam bu işin bilənidir. Əslində filmi çəkmək üçün tək aktyor yox, səs rejissorundan tutmuş, hətta qirimindən belə, nə bilim, ən xırdaçılıqlar belə hamısı nəzərə alınmalıdır. Bozbaş ailəsinə yeni qoşulsa da, yaratdığı qılman obrazı ilə bir çoxlarının sevimlisinə çevrilən aktyor İlkin Miskərli də yeni filmdən belə danışdı. Mən əvvəla ilk öncə başda Bozbaş komitəsinin təşəkkür edirəm ki, onlar mənə dəvət elədilər. Mən də sevə-sevə, artıq ikinci filmdə sevə-sevə oynayacağım. İnanıram ki, mənim də balaca bir gücüm olacaq ki, filmə bir adam maraqlanacaq. Məsələn, bu uşaqlarla işləmə, filmə çəkmə mənə zevkdir. Hər həftə mən onun şahidi oluram, deyirik, gülürük. Vallahi mən burada yorulmuram.